Bolt taksiyə minməyi çox sevirəm. Çünki ümumiyyətlə taksilərlə oturub söhbət eləyəndə bir çox şey öyrənirəm. Həqiqətən, yəni bir Bolt akademiyası var sanki. Oturdun, yaşımın az olduğunu bilən kimi başlayırlar məsləhət verməyə. İstər-istəməz. Həyatdakı öz təcrübələrini birinci söyləyirlər, daha sonra isə bunu eləmə bala tərzinə deyirlər. Təbii ki, mən də səmimi danışıram və daha sonra da yaşımın az olduğunu bilmələri onları bunları söyləməyə sövq eləyir. Bizə gəlin bunun antropoloji əsasına baxaq. Nəyə görə bir insan tanımadığı birinə qarşı, amma eyni dildə danışır, bunu nəzərə alaq, tanımadığı bir adama bu qədər öz təcrübələrini bildirmək istəyir? Çünki kültürel, mədəni transmissiya var. Yəni bir insan özündən kiçiklərə qarşı bilik ötürmə istəyinə, hissinə sahibdir. Bu, qədim insan cəmiyyətlərini həyatda saxlayan bir xüsusiyyət idi. Yəni bir daş dövrü qrupunda insanlar bir-birinə bilik verməsə həyatda qalmazlar. İnformasiyanı verməlidir. Orada aslan var, orada zəhərli bitki var. Bunu deməsə həyatda qalmazlar. Nəticə etibarilə insanlar çox sürətlə bir-biri ilə sosiallaşa bilir və biliklərini ötürə bilir. Yəni insanların əslində bir-birinə bilik ötürməsi çox qədim bir ənənədir ki, tarix boyu təkamül eləyərək bu günə gəlib çıxıb. Bəs burada ikinci detal da var. Atalar sözləri niyə var? Atalar sözləri universal bir biliyin qısa bir ifadəsidir ki, tarix boyu yaşlıların onlardan sonra gələcək insanlara bunu ötürmə istəyindən qaynaqlanır. Yəni mən bir gün olmayacağam. Amma mənim təcrübəm yaşamalıdır. Və o dövrdə yazı yox idi. Nəticə etibarilə nə etməlisən? Sözlü olaraq bunu davam elətdirməlisən ki, beləcə atalar sözləri də tarixən formalaşıb. Və son əsas detal yaş hiyerarxiyasıdır. Xüsusilə az yaşlısansa istər-istəməz sənə fikir bildirəcək, təcrübəsini səndən bölüşəcək. Çünki yaş hiyerarxiyası bizim kimi cəmiyyətlərdə çox önəmlidir. Var, bu o deməkdir ki, o səndən özünü üstün görür. Daha doğrusu səndən özünü daha təcrübəli görür. Nəticə etibarilə onun üzərinə bir vəzifə düşür. Təcrübəni bölüş. Yəni bu şüur altı formalaşan bir təcrübədir. Və yaş hiyerarxiyası bizim cəmiyyətdə çox güclüdür. Özünüz bilirsiniz, kiçiksən kiçik yerini bil, böyüksən böyük yerini bil kimi sözlər çox əvvəldən bəri var bizim cəmiyyətdə. Yəni o böyük, o fikirlərini mənimlə bölüşərək bir növ vəzifəsini yerinə yetirir. Və təbii ki də özünü də yaxşı hiss eləyir. Niyə? Çünki vaxtında elədiyi səhvləri artıq etməyəcəkmiş kimi hiss eləyir. Mənə bildirir və deyir ki, görsən mən artıq o səhvləri eləmirəm, o səhvlərin fərqindəyəm. Əslində özü də psixoloji olaraq rahatlayır. Vəzifəsini də görür və cəmiyyətə də dolayı yolla xidmət edir. Yəni hər kəs əslində mənsub olduğu qrupa dolayı yolla xidmət edir. Amma bunu açıq şəkildə deməkdən çəkinir. Niyə? Çünki çox böyük bir cümlədir ki, mən cəmiyyətə xidmət edirəm. Bunu demək həqiqətən çox böyük bir cümlədir. Bu asanlıqla deyilə bilən bir şey deyil. Yəni ona görə də Bolt Akademiyasına sayğılar.